Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugünkü izahlarım həm MİQ imtahanında, həm sertifikasiya, həm də buraxılış imtahanında olan imtahan tipli suallar olacaq və düşünürəm ki, şagirdlər və MİQ-də iştirak edən gənc müəllimlər üçün bu testlər faydalı olacaq. Və ilk öncə birinci sualın izahı ilə davam edəcəm. Birinci sualda bizdən doğru variant tələb olunur. O zaman diqqət edin. Əgər nöqtədən apostrofdan sonra gələn isim təkdirsə, deməli ortaqdır. Hər ikisinə aiddir şəxslərin. Ortaq isimlərdə biz yalnız sonuncu variantı artırırıq. Ona görə 5 olan variantlarımız yanlışdır. Sonra baxırıq digər 4 nömrəli testdə və cansızların gəlik halını görürük. 4 nömrəli testimiz doğrudur. Və digər testdə diqqət edirik. 3-dür, cəmliyi bildirir. Apostrofda cəm formada verilib. Amma 2-də isə ən təkliyi bildirir. Apostrof isə S apostrof yox, apostrof S şəklində olmalıydı. 2 yanlışdır. 2 olan 5 olan variantlarımızı atdıqda doğru variantımız C variantıdır. İkinci testdə diqqət edirik. Bizdən doğru cümlə tələb olunur. O halda nə edirik? Nöqtədən sonra gələn ismə diqqət edirik. Nöqtədən sonra gələn isim əgər water sayıla bilməyən isimdirsə, water bilirsiniz sudur, eyni zamanda xəbərdə tək kəmiyyətdədir, onu bizə göstərir. Few cəm isim alar, a lotdan sonra ümumiyyətlə isim olmaz, many cəm isim alar və burada so little yoxsa too much ifadəsinin doğru istifadəsini tapmaq üçün cümlə tərcüməsinə diqqət edirik. So little elə az, too much isə elə çoxdur. Və cümləyə diqqət edək. There was water in the river and we couldn't cross it. Biz çayı keçə bilməkdik. Çayda sizcə nə qədər su olar? Əlbəttə ki, çox. Deməli, D-də yanlışdır. Doğrumuz I variantıdır. Yəni, çayda çoxlu su olduğuna görə biz çayı keçə bilmədik. 3 nömrəli testə diqqət edirik. Bizdən doğru variant tələb olunur. He goes to school. O məktəbə gedir. Burada artıq biz nəqliyyat vasitəsini göstərməliyik. Ümumiyyətlə, yadda saxlayın. Nəqliyyat vasitələri əgər by ilə verilirsə, heç bir artikl istifadə etmirik. Ona görə 2 yanlışdır. Yox, əgər nəqliyyat vasitəmiz in və onla verilirsə, mütləq artiklından istifadə olunur. Ona görə 2 yanlışdır, 3 yanlışdır. Doğrumuz elə 1-4 D variantı doğru cavabdır. He goes to school by bus or on a bus. Yəni avtobusla, hər ikisi avtobusla deməkdir. Sadəcə by olanda heç bir artikl istifadə olunmur. Amma on olanda isə artikl istifadə edirik. 4-cü testdə yenə bizdən doğru variant tələb olunur. O zaman there is no in the street. Yəni küçədə maşın yoxdur demək istəyirik. O zaman no'ya diqqət edirik. No ümumiyyətlə özündən sonra en almaz. İsmi birbaşa alır. Ona görə də doğrumuz 2-4'dür. Elə B variantı doğru cavabdır. 5-ci testə diqqət edirik. Bizdən doğru variant tələb olunur. Və ilk öncə nəyə diqqət edirik? King Henry burada artıq sıra sayıdırsa mütləq şəkildə Z artikli olmalıydı. Bu bir. İkinci, the chapter 10 yox. Əgər artikl verilirsə miqdar sayı olmaz. Chapter the tens və yaxud da chapter 10 şəklində ola bilərdi. Million people ola bilməz. Böyük rəqəmlərdən sonra cəmsim gələrsə millions of şəklində olmalıdır və yaxud da million people. Yəni bu da yanlışdır. May of the 28 yanlışdır. O zaman May 28 və yaxud da 28 of May şəklində. Yəni ilk rəqəm sonra ay göstərməliydi. Amma sonuncu variantımız doğrudur. Hundreds of sheep, yəni yüzlərlə qoyun mənasında. Böyük rəqəmlərdən sonra of gələrsə özü cəmlənir. Zaten özündən sonra da cəm ismini almağı doğrudur. Doğru variantdır. 6-cı suala diqqət edirik. İlk öncə nəyə diqqət edək? Cümlənin əvvəlində həmişə şəxs əvəzli istifadə olunur və biz də hər zaman it və its olan ifadələrə diqqət edək. İlk öncə cümlədə əgər özündən sonra nöqtədə xəbər varsa, ikinci bir xəbərə ehtiyac yoxdur. Məsələn, sonuncu variantda its, it və is xəbərinin qısa formasıdır. İkinci bir xəbərə ehtiyac yoxdur. Ona görə də sonuncu variantda yanlışdır, B də yanlışdır. İkinci, əgər its apostrofsuz ifadə gəlirsə cümlədə, ondan sonra isim olmalıdır. Amma cümlədə was to be-dəndir, feildir, yanlışdır. O zaman 2 varianta diqqət edirik. Birinci tərəfdə şəxs əvəzli olaraq itlər veriləcək hər 2 variantda. Yalnız ikinci tərəfdə isə isim görürük. İsim olduqda biz heç bir halda apostroflu ifadəni isimlə işlədərkən artikl mütləq olmalıdır. Yəni artiklsız isim apostroflu ifadədən sonra olmur. Ona görə yanlışdır. Doğrumuz D variantıdır. It was a difficult test, so I couldn't find its answer. Elə çətin test idi ki, mən onun cavabını tapa bilmirdim.
7 nömrəli testdə yenə bizdən doğru variant tələb olunur. O halda biz əvəzliklər bölümünə diqqət edək. There is a small factory in city of our country. Yəni ölkəmizdə bu şəhərdə bir fabrik var. Və o zaman nəyə diqqət edirik? City təkdədir. Ümumiyyətlə oldan sonra cəm olmalı idi, bostan sonra cəm olmalı idi isim. Doğrumuz elə 3 və 4-dür. Doğru variantı sonuncu variantımızdır. Yeni 8-ci testdə bizdən doğru variant tələb olunur. İlk öncə sual sözlərində nələrə diqqət etməliyik? Ümumiyyətlə, what kind və isim arasında mütləq of olmalıdır. 3 olan variantları atırıq, yanlışdır. Yəni, C və I variantı yanlışdır. İkinci tərəfdə isə how many-dən sonra cəm isim olmalı idi. 5 olan variantları da atırıq. Doğrumuz 1, 2, 6-dır. What book would you like to read? Hansı kitab oxumaq istərdin? What'dan sonra isim gələrsə, o zaman biz onu hansı kimi tərcümə edirik. İkinci, which book do you like to read? Hansı kitab oxumaq istərdin? 3 ümumiyyətlə seçim bildirir. Ondan sonra isim verib rahat şəkildə istifadə edə bilərik. 6 nömrəlidə isə whose özündən sonra isim tələb edir və bizim cümləmizdə də isim var. Whose book would you like to read? Kimin kitabını oxumaq istərdin? Doğrumuz elə A variantıdır. 9-cu testə diqqət edirik. O zaman biz a pair of shoes and a window, yəni pəncərənin qarşısında bir cüt ayaqqabı var. But very small, amma balacadılar. Əgər söhbət ayaqqabıdan gedirsə, ikinci tərəfdə xəbərimiz mütləq şəkildə tək olmamalıdır, yəni cəm olmalıdır. O zaman diqqət edirik cümləyə. Deməli, ikinci tərəfdə ayaqqabıdan söhbət gedirsə, ikinci tərəfdə tək xəbər olmaz. There is və yaxud da was bir saytlı xəbər olmaz. Və doğrumuz, diqqət etsəniz, B variantında da zira verib birinci tərəfdə E article tək bir cüt ayaqqabını ifadə edir. Cəm də olmaz. Doğru variantımız I variantı olacaq. There was a pair of shoes and a window, but they were very small olmalıdır əslində. 10-cu testdə diqqət edirik. Doğru variant bizdən tələb olunur. O zaman should feilini görürük. Biz bir cümlədə birinci mübtəda, ikinci xəbər olar. Xəbərdən sonra heç vaxt sifət olmur. O zaman biz zərf istifadə etməliyik. Zərfləri biz il-va ilə fərqləndiririk. Sadəcə cümlədə müqayisə yoxdur deyə, more angrily deyə bilmirik. Ona görə B, D, Y variantı yanlışdır. Doğrumuz A və C-də gizlənmişdir. Və diqqət edirik. Paul shouted angrily at Sam. Paul Şam'a qışqırdı əsəbi halda. Because he arrived at the office. Çünki ofisə gec çatmışdı. Gec sözümüz late'dir. Doğrumuz C variantıdır. Ümumiyyətlə, late ilə lately arasında fərq var. Late gec deməkdir, amma lately son zamanlar deməkdir. Ona görə bir ofisə son zamanlar çatdı deyə bilmirik. Gec çatdı deyə, ona görə doğrumuz C-dir.